Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Afaq Bəşir qızı sənətkarlar üçün xüsusi qəbirstanlıq hazırlanması məsələsini yenidən gündəmə gətirib. Xəbər verilir ki, aktrisa bu haqda xəbərin uzun verilişində deyib. O bildirib ki, Rusiyadakı Novodeviçiye qəbirstanlığından Azərbaycanda da yaradılmalıdır. Bizim şöhrətli aktyorlarımız adi qəbirstanlıqda bastırılır. Eybi yoxdur, o sənətkardır, onunla maraqlanan, sevən filmlərinə baxanlar var. Deyir, görəsən harada bastırılıb. Amma elə əlverişsiz yerdə dəfn olunub ki, pis təsir edir. İndi torpaq tapmaq çətindir. Rusiyada belə bir yer var. Nikulin Popu orada dəfn olunub. Papaninin qəbrinə baxmağa getmişəm. Keçəndə pul vermişəm. O pulla içlər dolanır, oranı təmiz saxlayırlar.